Kreditim var, evin içindəki əşyalar hamısını kreditə almışam, ipotekam var. Və kimdən də istəyim köməyə ürəyim. Necə gedim işləyim, Vüsala baxıram axı. İndi Yusuf baxır ona masalam üçün. Gedib işləyə də bilmirəm, hələ ki işləyə bilmirəm. Hardan pul gətirim? Sən mənə de. Məcbur canlı açıram, heç bir dənə hədiyyə gəlməyib. 1 saatdan çoxdur canlıdayım. İstəsələr burada hədiyyə atarlar mənə, amma sən buradan qazanaram. Atmırlar, çünki görürlər, nə bilim, onlara bir şey vermirəm axı. Düpədüz, görsüz yazıq, düz deyir də yazıq. Görsüz yazırlar izləyici. Necə pul qazanım ürəyim, necə? Sən mənə de. Necə qazanım? Ancaq belə zakazlarla Vüsalın pensiyası alıram. TikTokda, Instagramda reklam eləyirəm. TikTokda canlı açıram. Belə PK eləyəndə mənə hədiyyə atırlar. Belə işləyəndə vəbşə atmırlar. Neyniyim mən? Cəmaatı məcbur edeyim, gəlin mənə hədiyyə atın. Atmırlar da. Neyniyim? Görürlər də zəhmət çəkirəm. Görürlər danışmayan balam var. İstəsələr atarlar. O uşaq, əvvəl uşağa çox hədiyyə atırdılar. İndi atmırlar. Uşaq danışmır, yəni. İnsanların ürəyində olmalıdır. İnsan neyniyim? İnsanı məcbur edeyim, mənə gəl hədiyyə at. Hədiyyə atan da qarşılıq istəyir bəziləri. Bəziləri istəmir, yaxşı adamlar olur. Ona görə məcburam da. Sən eləbsə, mənə xoşum gəlir, bunlardan dəstək istəyirəm. Mən qürurluyam, Allaha and olsun. Bu bərəkət məni vursun. Elə bilsən, xoşum gəlir, mən bunlardan deyirəm, mənə kömək olun. Mən onsuz da bir gün mənim həyatımda hər şey yaxşı olsa, mən özüm qalxsam, mənim pulum olsa, Allaha and olsun, mən kartı zadı qoymaram, hamısını götürərəm, görərsiniz. Mən indi məcburam, gündəlik, adam nə qədər pul qutarır gündəlik. Nəyə gülürsünüz? Gülməli burada heç nə yoxdur. Gülürlər, görsən. Düz deyirsə, Allah kömək olsun. Panyatkalı adam başa düşür mən nə demək istəyirəm. İndi kim məndən də betər vəziyyətdədir. İndi mənə baxır canlıdan, deyir ki, söyün bunu, buna atdilər, mən qaldım. Bilirsiniz nə var dostlar? Yenə də şükür. Evim ki var, yenə də şükür. Şükür. Allah yetirər. Heç nədən yetirər. Belə deyə hər günümü səhər edirəm. İstə inanın, istə inanmayın. Belə deyə hər günümü Allaha şükür. Bəli. Belə deyə hər günümü səhər eləyirəm. Hər gecəmi axşam eləyirəm. Belə deyə. Siz nə bilirsiniz ki, mən həyatımda nə olar? Nə bilirsiniz? Gözəl qadınam da, özdə sərbəstəm. Daha evli də deyiləm, ayrılmışam. Nə bilirsiniz, mən həyatımda nə olar? Nə bilirsiniz, kim gələr mənim həyatıma? Nə bilirsiniz? Bəlkə elə bir insan gəldi ki, o gün oğlan dedi, bir qırpımında hər şey elədi. Bir qırpımında 7 il çəkdiyim əziyyəti bir gündə elədi. Nə bilirsiniz? Gözəl qadınam da. Heç kim bilməz kimin həyatı nə olur. Ona görə şükür, şükür, şükür. Bacı dəstəkləyirəm səni. Kim məni dəstəkləyir? Yazın aşağıdan. Kim istəyir mənim həyatım dəyişilsin? Kim istəyir mənim gözəl həyatım olsun? Kim məni dəstəkləyir? Mən. Görürsünüz, hamı məni dəstəkləyir. Çünki hamı bilir ki, mən namuslu qadınam, tərbiyəli qadınam. Mən heç vaxt tərbiyəsiz bir şey eləmərəm. Hamı bilir ki, mənim ağlımda həmişə övladlarım olub. İndi insanam da. Düzdür, mənim də qayğıya, sevgiyə ehtiyacım var, amma buna da şükür. Hərənin bir taleyi var, bəli. Mərdən düşünürəm, Allah mənə o uşaq üçün dünyaya gətirib ki, mən o uşağa baxım.
Allah haqqı elə düşünürəm. Çünki ərdən yaramadı. Amma uşaqlarımızdan şükür biri ağıllıdır, tərbiyəlidir. Biri də danışmasa da o da yaxşı uşaqdır. Yəni ağıllıdır. Deyirəm ki, Allah mənim övladlarımla məni sınağa çəkib. Yəni Allah mənim övladlarım üçün məni dünyaya gətirib. Sözüm pis çıxmasın. Uşaqlar necə dünyaya gəlib ki, onu da bilmirəm. İnanırsınız? Necə dünyaya gəlib ki, onu da bilmirəm. Qurban olum Allaha. Sevmədiyim bir insana ailə quranda belə olur da. Ona görə insanlar gələ min bir çin, yox. Min biçin, bir biçin. Necədir o? Deyə bilmədim. Mən varam, mən hər gün özümə bu sualı verirəm ki, mən övladım üçün mənə Allah dünyaya gətirib. Allah elə eləyib ki, mən uşağa qalım, uşağım olsun, o uşağa mən baxaram deyə, mən o uşağı atmaram deyə, məni o kişilə bir taleyimi yazıb. Hə, 103 1 ay sağ ol. Özkan, təşəkkür ederim. Canım arkadaşım, hoş geldin. Ama həmişə bunu düşünürəm, inansınız. Çünki mənim kimi xanımın qədrini bilmədilər. Mənim kimi xanımın qədrini bilmədilər. Gözünüzün qabağındayım da. Allah şikalında kömək olsun. Amin. Bu stomatologu at da buradan səssizə. Çox arıqlamışam mən. Gündən günə də arıqlayıram. Nə bilim mən. Arıqlayaram da. Təş mənim üstümədir. Filtrdən deyil, arıqlamışam deyirəm. Yuxusuz qalıram, ay